Rəqsanə İbrahimzadə müsahibi vasitəsilə bizə detalları çatdıracaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Sizin də vurğuladığınız kimi ev almaq indiki dövrdə hər bir kəsin təbii istəyidir, amma bu ildən ilə daha da çətinləşir. Çünki mənzillərin qiyməti günü-gündən bahalaşır və elə Dövlət Statistika Komitəsinin təqdim elədiyi rəqəmlər də mənim bu dediyim fikri dəstəkləyir. Çünki elə əldə etdiyimiz informasiyaya görə də Dövlət Statistika Komitəsi təqdim edib rəqəmləri ki, yəni bu ilin yanvar-sentyabr ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə mənzil qiymətlərində 12,7% artım var və elə dediyiniz suallara cavabı, yəni növbəti illərdə bizim mənzil bazarı ilə bağlı, həmçinin növbəti aylarda vəziyyət nə yerdə olacaq, nə gözləyir bizi? Bununla bağlı detallı informasiyalara qonağım Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucdan alacaq. Xoş gördük Vüqar bəy. Buyurun, təfərrüatları sizdən eşidək. İlk növbədə qiymətlərin artmasının müəyyən iqtisadi səbəbləri var. O səbəblər hələ indi də qüvvədədir. Yəni, baxmayaraq ki, bəzi ekspertlər 2026-cı ildə qiymətlərin enəcəyi ilə bağlı proqnozlar verirlər. Amma hal-hazırda hansı ki, qiymətlərin artımına səbəb olan hadisələr var, bu gün də davam edir və gələn ildə də bu mövcud olacaq. Birincisi, inşaat materiallarının qiymətində artım bilirsiniz ki, buna təsir göstərir. Hal-hazırda inşaat materiallarının qiymətində hər hansı bir ucuzlaşma faktı aşkar edilməyibdir. Eyni zamanda urbanizasiya problemidir ki, şəhərlərlə regionlar arasında iqtisadi inkişaf fərqləri hal-hazırda o da mövcud olduğu kimi qalıb. Digər inflyasiya məsələsidir ki, inflyasiya hissəsində hər hansı bir azalma baş verməyibdir və bütün bunlarla da bərabər ən başlıca səbəb daşınmaz əmlakın investisiya aləti kimi çıxış etməsi. Çünki indiyə qədər bilirsiniz ki, ölkəmizdə hələ ki fond birjaları fəaliyyət göstərmir, vətəndaşlar yatırım edəndə, investisiya edəndə yalnız onun qarşısına qızıl məmulatları çıxır və eyni zamanda daşınmaz əmlak çıxır və seçim az olduğuna görə məhz vətəndaşların böyük bir əksəriyyəti daşınmaz əmlaka üstünlük verir. Bu şərtlər onu göstərir ki, növbəti ildə də daşınmaz əmlak qiymətlərində hər hansı bir ciddi fərqlərlə qarşılaşmayacaq. Sadəcə ola bilsin ki, müəyyən iqtisadi problemlərlə qarşılaşdıqda əmlak bazarında daşınmaz əmlakın qiymətlərində artım dinamikası bu ilki kimi olmasın. Ancaq bunu ifadə etmək olar. Amma artım tendensiyası davam edəcək. Çünki bayaq qeyd etdiyim kimi şərtlər dəyişməyibdir. Ölkə iqtisadiyyatı ilə bağlı hər hansı bir böhranın və kataklizmin baş verəcəyi ilə bağlı ehtimal yoxdur. Müəyyən çətinlikdir ki, o çətinliyi də Azərbaycan hökuməti ilə xalqı birlikdə aradan qaldıra biləcək. Vüqar bəy, əlavə bir sualım da var. Hazırda ən çox qiymət artımı müşahidə edilən ərazilərin adlarını istəyirəm sadalayasınız və qiymət artımının azalması da daha çox şəhər ətrafı ərazilərdə deyirlər var. Bununla bağlı informasiyalar təqdim nə qədərlik artımdan, neçə manatlıq artımdan söhbət gedir? Dediyiniz kimi, Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlər həqiqətə uyğundur. Hətta bəzi hallarda bizim əldə etdiyimiz nəticələr o rəqəmlərdən də artıq nəticələrin ortaya çıxmasını göstərir. Bu artım əsasən şəhər ətrafı ərazilər, yəni söhbət təqribən belə deyək də mərkəzdən kənarda olan əraziləri əhatə edəcək və baş şəhər 2040 baş planına əsasən bilirsiniz ki, müəyyən yenidən qurma, söküntü işləri baş verəcək. Həmin ərazilərdə hansı ki infrastruktur inkişaf edəcək, o ərazilərdə qiymət artımının daha çox olacağı gözlənilir. Ancaq elə yerlər var ki, onlar artıq doymuş ərazilərdir. Yəni indiyə qədər kifayət qədər həmin ərazilərdə qiymətlər artıb, o ərazilərdə artım o qədər də çox gözlənilmir. Digər tərəfdən bilirsiniz ki, hal-hazırda Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən normativlər yenilənir. Həmin normativlərə görə yeni tikili binalarda çox sərt tələblər irəli sürülüb ki, bu da vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır. Bu şərtlərin özü də tikintinin başa gəlmə xərclərinin artırmağa yönəlib. Yəni, məsrəflər artdıqca təbii ki, təklif qiymətləri də artacaq. Ekoloji və yaxud da ki, enerji pasportu olan binalar daha baha qiymətə bazara təklif olunacaq. Bu bütün bunları qeyd edərək, ümumiləşdirək demək olar ki, qiymət artımı hansı ki, yeni binalar inşa olur, onlarda daha çox özünü göstərəcək. Köhnə binalarda isə bu tendensiya azalmış formada özünü biruzə verəcəkdir.
Təşəkkür edirəm. Çox sağ olun ətraflı informasiyaları paylaşdığınız üçün. Elə aydın oldu ki, elə növbəti illərdə də insanların ev alması elə də asan başa gəlməyəcək və təbii ki, elə burada keyfiyyət artdıqca təbii ki, elə keyfiyyəti təmin edən qiymət də artır və bu baxımdan da mənzil qiymətlərinin irəliləyən dövrdə də daha da artacağı müşahidə olunacaq və təbii ki, bu da insanlar üçün çətin vəziyyət yaradır və belə məqamlarda da insanlar üçün hansısa sosial paketlərin yaradılması zəruriyyəti yaranır ki, irəliləyən dövrdə ümid edirik ki, bununla bağlı da hansısa addımlar atılar. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə. Düzdür, vurğulandı ki, daha çox qiymət artımı həm də keyfiyyətin artımı nəticəsindədir. Amma biz binaların, yəni yeni tikilən binaların keyfiyyəti ilə bağlı da müəyyən suallar yarandığını bilirik. Yəni, həqiqətən də keyfiyyət artırılırmı ki, ildən ilə qiymətlər də bu şəkildə artır. Gənc ailələr var, düzdür, müəyyən proqramlar tətbiq olunur. Misal üçün, bu yaxınlarda da elə güzəştli evlər satışa çıxarılacaq, amma o qədər rəqabət olur ki, və yaxud da müxtəlif vasitələrlə insanlar o evləri hansısa formada əldə eləyirlər. Daha sonra isə digər şəxslər, həqiqətən də ehtiyacı olan şəxslər bu evlərə sahib ola bilmirlər. İldən ilə ölkədə ev sahibi olmaq, mənzil sahibi olmaq daha da çətinləşir.